Hər vaxtınız xeyir dostlar. Bu videoda Oppo A6X telefonunun haqqında video çəkəcəyik və başlaya bilərik. Sizdən bir xahişim var, o da odur ki, bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Çünki birazdan bu telefon haqqında məlumatları verəcəyik ki, hansı ki siz bu telefonu əgər almaq istəyirsinizsə, bu məlumatlar sizin üçün vacibdir. Odur ki, bu telefon haqqındakı bütün müsbət və mənfi cəhətləri öyrənmək istəyirsinizsə, video axıra qədər izləməyiniz tövsiyə olunur və başlayaq. Dizaynla başlayaq. Plastik bir telefondur, yəni plastik çərçivələri və arxa səthə malikdir. Dostlar, telefonun görünüşü elə də pis deyil, ancaq ön tərəfdəki biraz çərçivənin qalınlığı gözə çarpır. USB Type-C ilə işləyir dostlar, yəni burada yeni bir tip girişdən istifadə olunmuşdur. Ancaq bu USB Type-C'nin yeni versiyaları deyil, ilk versiyalarındandır. İndi isə dostlar, telefonun texniki detallarını keçməzdən əvvəl biraz da belə baxaq. Yəni yan tərəfindən belə görünür telefon, arxa tərəfindən biraz çəpindən belə görünür. Mən ortadakı rəngi xoşladım, çünki daha sadə görünüşə malikdir. 4G-ni dəstəkləyir dostlar telefonumuz, çünki prosesorumuz Qualcomm Snapdragon 685-dir və o haqqında da məlumat verəcəyəm. 2025-ci ilin dekabrında satışa çıxıb və 210 qramdır. IP64 su sıçramalarına qarşı dayanıqlıdır, yəni su altı dayanıqlılığı yoxdur. IPS LCD 120 Hz ekran və HD Plus bir ekranda bu. Elə də yəni yüksək çözünürlükdə deyil. 256 ppi-dir. Bu da günəş altında da biraz piksellərin dağılmasını gətirib çıxarar. Elə də yüksək parlaqlığa da sahib deyil. 1125 nitdir. Və görmüş olduğunuz üzrə Adreno 610 və Qualcomm Snapdragon 685 prosesorudur. Bu prosesor gündəlik işlər üçün, yüngül oyunlar üçün orta səviyyəli PUBG Mobile rahat istədə biləsidir. 30 FPS civarında, 30-35 belə gələsidir. Çünki Adreno 610 həqiqətən köhnə bir ekran kartıdır və burada da daxili yaddaşı 256 GB maksimum yaddaş və 8 GB RAM-la gəlir. Çox təəssüf olsun ki, Super AMOLED və yaxud AMOLED bir ekran yoxdur burada. 13 megapiksel kamerası əsas kameramızdır. Autofocus dəstəkləyir və 1080p 60 FPS video çəkir. Heç olmasa burada bir limit qoymayıblar dostlar telefonda. Və ön kameramız isə dostlar 5 megapiksel f2.2-dir. Yəni gündüz vaxtı yaxşı şəkil çəkə bilər, amma biraz qaranlıq axşama doğru getdikcə telefon yaxşı şəkil çəkmir. Əlbəttə burada USB Type-C portu da yerləşdirilib və 2.0 OTG dəstəyidir. Bu ilk versiyalardandır və 3.5 mm qulaqçıq girişimiz və tək bir dinamikimiz var. Bu da elə də pis deyil, yəni telefonun həqiqətən 340-330 manat civarlarında olduğu üçün bu belədir. 5.0 Bluetooth və NFC-miz yoxdur. Wi-Fi isə normal 802.11 ilə işləyir. ABC belə standartlar var, yəni dual band yoxdur. Bateriyamız böyükdür dostlar, 6500 mAh və zaryadkanı dəstəkləyir kabellə, amma neçə vattdan zaryadka dəstəklənir bilinmir. Barmaq izi sensorumuz yanda yerləşdirilib və bu telefon kompası da dəstəkləyir. Antutu xalımız isə 36384-dür. Bu da gündəlik istifadə üçün yaxşıdır, amma çox da telefonu üstünə getmək olmaz telefonun, çünki bu elə də güclü bir telefon deyil. Və müsbət cəhətlərindən danışaq. Qualcomm Snapdragon 685 prosesoru gündəlik istifadə üçün yetərlidir. 120 Hz dəstəkləyir və 6500 mAh bateriyanı çox uzun müddət istifadə edə bilir. 3.5 mm qulaqçıq girişi olmağı da burada müsbət cəhətdir və micro SD kart dəstəyi ilə yaddaşı artırmaq da mümkündür. Yan tərəfdə barmaq izi oxuyucusu və üz tanıma funksiyası var. Bu da barmaq izi oxuyucusunun sürətli olmasına gətirib çıxarır. Hansı ki optiklərdə biraz elə də sürətli olmur. Color OS 15 ilə müasir proqram təminatı təqdim edir. Ancaq bu da 3-4 il civarında olmalıdır. Və mənfi cəhətləri odur ki, dostlar, təbii ki, telefonun ekranı HD Plus-dur. Bu da elə də yüksək bir keyfiyyət deyil. Yəni 13 megapiksel kamerası orta səviyyəlidir, xüsusilə də gecə çəkilişləri zəifdir. Yəni bu mənfi cəhətdir. 5 megapiksel ön kamerası zəifdir. Yəni gecə vaxtı, məsələn, görüntülü danışıq zamanı elə də kifayət eləmir. Sürətli zaryadka dəstəyi yoxdur və böyük bateriyası var. Bu da telefonun çox gec dolmasına gətirib çıxarasıdır və 4 GB RAM çoxlu tətbiqlərdə işə yaramaya bilər. Çünki indiki dövrdəki proqramlar çox böyükdür. Ağır oyunlar üçün uyğun deyil dostlar. 685 əsasən orta və yüngül, yəni çox yüngül oyunlar üçün. Çünki Adreno 610 var içində. Və ümumi qiymətləndirməyə gələcək olursaq dostlar, qiymətləndirmədə belə ki, Oppo A6X yaxşı seçimdir. Əgər əsas prioritetiniz uzun bateriya ömrü və yüksək yeniləmə tezliyi idisə, yəni ekranda, bu sizə gündəlik performansa uyğundur. Amma yəni sizin ilk Android telefonunuz ola biləcək bir telefonda bu. Elə də yəni çox da
şey eləməyin də, yəni xəyallara getməyin bu telefon alında. Dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videonu bura qədər izlədinizsə, videoya like ataraq kanala abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın.